Adam var elə, adam onu görəndə gülmək tutur. Elə niyə? O qədər hırıldayıb, gəlib, gəzib ortalıqda. Toyda gülüb, yasda gülüb, evdə gülüb, çöldə gülüb, televizorda gülüb, elə-belə də. Görən kimi də adam elə. Bəzən hətta onu arzu eləyəndə deyir, görsəydi, biz gülərdik. Adam var, görən kimi lənət düşür yadı o. Heç bilmirsən, har ondan gəldi o lənət. Şəklin görən kimi deyirsən, məlum. Məlum. Yoxdur elə bir adam proqramımızda. Sayayım. Lənət düşür yadı o. Niyə? Çünki bu özün belə cilvələndirib. Belə tanıtdırıb özün. Özü yerində də lənət, ha. O, belə də adamın ürəyinin daxilindən gəlir də, o ruslar deyir, at duşi. Sinədən gəlir lənət. Bir var dildə deyəsən, Allah lənət eləsin. Bəzi adama rəhmət oxuduğun kimi. Məcbur qalsan, görsən 10 nəfər oturmuşsunuz, onu da rəhmət oxudu, sən də məcbur belə dodaq onu desə, Allah rəhmət eləsin. Bir dalıcan çətinliyinə ya yanındakilara qeydinlə vurursan ki, eşitməsinlər də güclə. Bəzən o cürə lənət. Amma bəzən yox, adam var, adı gələndə adamın elə içərisindən lənət gəlir, yüngülləşir. Onun adını çəkənin dədəsinə rəhmət oxuyursan ki, sən onun adını çəkdin, mən ona lənət oxudum. Adam da var, tam başqa cürədir. Ki, Həzrəti İsa deyir ki, gedin, o adamla oturun, durun ki, onu görəndə nədir? Allah yadınıza düşəcək. Onu görəndə Allah yadışa düşəcək. Bizim həmin bu bəhsimizin əvvəllərində, keçən günlərində o ki varımız idi, dost seçmək, kimlə oturub durmaq, yadınızda olsa, bax o, bu hədisi fikir edirəm, orada da oxumuşduq. Görəndə gərək Allah yadınıza düşür. Həvariyinlara xüsusi tapşırır. Həzrəti İsa kimi bir peyğəmbər əgər bir şeyi xüsusi tapşırırsa, yəni bundan başqa yolu yoxdur. Bizən Həzrəti Peyğəmbər deyir, fərz eləyək, əimmədən biri deyir. Bir dənə əxlaqi məsələ deyir. Bir dənə əxlaqi məsələ deyir. Məsələn, buna riayət edir. Düzdür, fiqhi cəhətdən mümkün o sənə vacib olmasın. Amma sən gərək onu vacib biləsən, onu əməl eləyəsən.